Değerli şagirdlər, deməli 19-cu sualda verilib ki, bərabər yanlı trapesiyanın oturacaqları 4 və 10 sm oturacağı bitişik bucaq 45 dərəcə olarsa trapesiyanın sahəsini tapın. Yəni S bərabərdir A plus B bölü 2 vur H. Bu bizim bərabər yanlı trapesiyamız. 4 ümumi də 10'dur. Və deyir ki, oturacağı bitişik bucaq 45 dərəcədir. Buradan bir hündürlük endirsək, bizə hündürlük lazımdır. Onda burada hündürlük burada 45 dərəcədir. Burada məsafə 4. Onda bu məsafə də bizdə 4 olacaq. Yerdə qalır. Bu yaranan düzbucaqlı üçbucaqlar. Onda bunların hərəsi 3 olacaq. Düzdürmü? 4, 4 və 45 bərabər yanlı düzbucaqlı üçbucaqlısı bu hündürlük nə qədər olacaq? Bizdə hündürlüyə bir x desək, x nəyə bərabərdir? Oturacaqların fərqinin yarısı. Bu eləyəcək 3. Və buna əsasən s bərabərdir 4 üstə gəlinsin 10 bölünsün 2 vurulsun 3. Bu da eləyəcək 14 bölü 2 vur 3. Cavab 21. Deməli trapesiyanın sahəsi olacaq 21.